Xanım Zəhra salamullah əleyha barəsində ki, qız övladı qalmışdı, oğul övladlar dünyasını dəyişmişdi. İnsanlar bu sözü deyəndə Allah Taala bu surəni, Qurani-Kərimin ən kiçik surəsidir. Ən kiçik surəsidir. Xanım Fatma Zəhranın adı ilə bağlıdır, onun əzəmət və isməti ilə bağlıdır. İnna a'teynakal kevsər. Ya Peyğəmbər, onlar ki sənə sonsuz deyir, biz sənə bir qız övladı verdik, bir kövsər əta etdik ki, fəsalli li rabbikə vənhar. Buna görə Rəbbin üçün namaz qıl və dəvə qurbanı kəs. Heyvanın, qoyunun, qoçun, quzunun kəsilməsinə zibh deyərlər. Amma dəvənin kəsilməsində nəhr deyərlər. Dəvənin özünə məxsus kəsmə növü var da, o qoyun, quzu kimi xüsusi kəsmirlər. Yəqin ki, görmüsünüz, şahid olmusunuz. Buyurur ki, biz ki sənə kövsər veririk, bunun qarşılığında Rəbbinə namaz qıl və dəvə qurbanı kəs. İnnə şani'əkə huvəl əbtar. Ya Peyğəmbər, onlar ki sənə sonsuz deyirdilər, onlar sonsuz olacaq, onların nəsli kəsiləcək. Amma sənin bu qız övladından nəslün qiyamətəcən davam eləyəcək. Gör, necə bir əzəmətli, bərəkətli bir xanımın biz şəhadət günlərindəyik və o xanıma mərifət yetirmişik.